çox gözəl söhbətlər eləyirik. Elə yanına keçib çəkməmişəm. Sara, kosmetolog Sara və Gülnar çıxdı. Bizim səhər yeməyimizdir. Necə fikirəm? Yumurtalı pomidor gələcək və mənim biraz nəsə səhər tezdən ürəyim bulanırdı. Bilmirəm niyə, indi hələ ki çay içirəm, heç nə yemirəm, özümə gəlim. Mən həzər dedim, sən İndi 5 dəqiqədən sonra görəcəksən ki, post paylaşıb. Hə, çata bilmirik də Sarxanaya. Vallahi qaranlıq düşəcək. İstəsən çıxaq çölə. Orada yer var. Hə. Deməli, Sarxana bu telefondan sonra öz təzə telefonum gözümdən düşür. Elə gözəl çəkir ki, 17 Pro Max. Dərəm çox yağlıdır. Biraz vallahi bir iki dəqiqə yazdılar ki, kosmetolog bir rəvabəsidir. Hə. Bu da eləyərdim. Mən hazırlama heç bir prosedur eləmirəm. Çünki mədəmi müalicə edirəm və çoxlu antibiotik atıram. Antibiotik asanda da ki, Təsir eləmir də, elədir. Etdiyimiz hər bir şey yığılıb gedir. Ona görə havaya niyə görə öz preparatlarımı atım. Ya ümumiyyətlə ola bilər ki, sən bunu istəmirsən. Yox, istəyirəm. Hər şey pis yerə yozurlar. Yox, indi sən olmayasan, lap başqası olsun da. Dərhal deyirlər ki, yaxşı olsa da, əlbəttə yaxşıdır. Yəni baxımın nəyə pisdir ki, əgər yerindədirsə. Düzdür, Sarxana, biraz sən də çıxış elə. Deməli, Bu barədə fikrin nədir? Deməli, burnumu düzəltdirmişəm. Həkimin də burnu böyükdür. Hamı yazır ki, həkim özü niyə öz burnunu düzəltdirmir? Hə. Allah'a gəldərmə özünə buranca deyəm pul qazanaram. Qızlar, biz keçən səhər yeməyini etdik. Hə. İndi də gedirik Dəniz Mola alış-verişə. Günləri sevdiyim. Biz gedirik, baxın, ora. Sən qabaqda sal. Sən çıxanda da yoldaşınla kimi var. Uşaqlarla mən tərəf çıxacağım maşında. Mən bunu yayda, bu paltarı 50 manat almışam. Etiketi də hələ üstündə durur da o dərəcədə. Bu indi olub 3 manat. Bu nə deməkdir? 3 deyil axı. 13 manatdır yoxsa? 13. 50-dən düşüb də 13-ə. Bəs orada 3 yazılı baxı. Hə, lap 13 olsun. 50-dən də 3 13. manatdır. Yox, lap olsun 50. Hamısına baxır indi. Çərəz nədir? O da qəşəngdir. O da x. Sara, bəyəndin? Super. Deyirəm bir dənə mağazin aç, bütün paltarlarımı səndən alacağam. Söz verirəm hamının. Neçə nəfərin var sənə baxırlar? Hələm 20 min. 20 min adamı yadı deyirəm ki, açsan ama ya, açmasın. Açacağım qızlar. Vay, gülmə, gül. Təzə bir qəşəng bir dənə at da seçəcəm. Sarxan hardadır? Sarxanla nə edirsən? Qızlar, mən bu arada bu koftanı aldım və sırası geyindim əynimə. Yaraşır bu rəhməni, yoxsa loma oxşayıram. Heç nə bilmirlər, Tam tuta bilmədim. Bu pis deyil. Pis deyil, yox, normal. Allah ikisini də götürürüm istəyirəm. Qızlar, mən Saraya deyirəm ki, mən ümumiyyətlə heç kim heç nə istifadə edə bilmirəm də. Sonra da deyirəm ki, bəs hətta mən vitrin malı belə istifadə edə bilmirəm. Deyirəm, görsən mən niyə beləyəm? Cavabında Sara nə deyir? Yox, elə demədin axı. Elə. Deməli, mənim bir qəşəng qara rəngdədir. Sən almışsan, sən nə almışsan? Mən deməli göy rəngdə karandaş aldım. 6 manata endirmə düşmüşdü. Nə yaxşı. Pomada aldım. İşo blesk aldım göz altı. Göz alt, nə? Gözün altı blesk. O necə olur? Çək, Gözün altına blesk. Hə, Niyə hə. görə? PlayStation Nə Live. deyərdiniz də mən də alardım. 6 manata düşüb. Neyinir ki o gözü? Gözün altı qəşəng. İndi sildim. Gözün Yordan. altına blesk. Qalağa qoyarsan, elə bu ki, kaplı kimi götürür. Elə. Sən nə almısan? Mən də neyini? Mən pomada. Kimi bir şey. Ha, Sən niyə kulakla gəzmişsən ki? paketi salmışdım yerə. Sümkəylə gəzirim, o tutan. Ha, kurtkam hardadır? Getdik biz. Qızlar, bu günləri hava çox gözəldir. Mən səhər evdən çıxanda əslində hava çox soyuq idi. Amma ki, bu dəfə dalı bilmirəm. Yolda mən bilmirəm. Qapını çıxıb gedib. qapını aç. Gəlin burada şey yoxlaq yerə. Qaranlıq deyil qızlar. Слишком сильно, oradan bırak. Necə? Bura gəlin bir dənə prosta əlində çəkir.
sürəyə qızlar. Saat neçədir ki? 11-dən çıxmış, 10-dan çıxmışam evdən. Saat indi neçədir indi? 6 işdir, 5 işdir. Nə danışırsan? Ayda. Nə oldu? Heyif getdilər. Qaçır buna bax, qorxur bizdən. Ay. Oradakilərə bax. Ay nə qəşəngdilər bunlar. Qızları uyandı belə Afrin evlər, üst evlər, sirleni. Tanışıram bunu. İstoy tanıyıram. Tanışıram. Я все понимаю. 3 человека, кому что просто. Mən neçə vaxtdır bir pomada rəngi var, onu axtarıram. Və nə qədər pomadalara baxmışam, istədiyim rəngi tapa bilməmişəm. Amma Inglotda bir rəng görmüşük ki, çox gözəldir. Все, gedək. Mən bir dəqiqə girəm. Bildin ki, müəllif hüququ. Hə? Biz biraz alış-veriş eləmişik. Biraz, çox az. Balaca şeylər alsaq da, amma qiyməti baya. Bir dənə pomada almışam ki, qızlar 34 manata, amma istədiyim bir pomadaydı da. Burada düşməlisən günlər. Hə, buralarda düşürəm. 41.69 41.69 Aha. Korkuram gene o sayfeder Bu defa bu dert beni mahveder Yalan değil inanın bana Bu günlər bütün günü qızlarla gəzmişik. Səhər yeməyin üstündəydim. Hesabla da zəhmət tapasınlar. Qızlar, bu yaxınlarda kommentlər yazılmışdı mənə. Saçımın ortasının tökülməsi ilə bağlı. Neçə nəfər yazmışdı ki, Gülnar, bəs saçımın ortası tökülüb də. Cılğanı həminki yerdən ayırma, başqa hissədən ayır ki, yəni həmişə eyni yerdən cılğa bizdə cılğa deyilir, tağ da deyilir bəzi yerlərdə. Nəysə, cılğanı deyir, həmişə eyni yerdən ayıranda o hissə həmişə tökülür. Amma məndə heç də elə deyil əslində, qızlar. Bu məndə ümumiyyətlə bu cılğam olsa da səhvdir, fikir verirsiniz, buradan gəlir. Ortadan eləyirəm, artıq uşaqlıqdan bəri belədir deyə, ortadan eləyəndə qalxır. Məndə bura tökülməyib. Sadəcə olaraq bilirsiniz nədir? Bu hissəmdə ağ tüklər var. O dibindən çıxanda bu hissəni saç başımın ortasını boş göstərir. Sanki elə bir ki, tökülüb saçım. Amma elə deyil. Yəni dib boyası eləyəndə ora dolur. Sadəcə o ağlar, balaca ağlar çıxanda orta elə bir boş görsənir. Qəribəsi də burasındadır ki, arxada məndə qara, niyə görə? Ümumiyyətlə həmişə elə olur. Mən çox adama fikir vermişəm, arxada ağarma olmur. İlk ağarma qabaq tərəfdən olur. Nədir bu? Əslində ki, arxada olardı, bilinmirdi. Arxada saç var axı. Amma qabaqda məndə bu hissədə, bir də bu hissələrdə hətta mənim saçım daha tez ağarıb, 23 yaşından ağardı da. Yəni, o da bizdə anamgil tərəfdə gedəcəkdir. Mənim anamın saçları ağ-baxdı. Elə, yəni ki, saçım tökülməyib. Ümumiyyətlə, son vaxtlar saçım tökülmür. Bir ara dəhşət töküldü, sonra dayandı. Mən Inglotdan, Nakiko'dan bir neçə gün öncə kosmetik məhsullar almışdım. Nə almışam? İndi göstərim sizə.
Neçə ayda o qədər yemək yeyirəm ki, qarnım nə boyda çıxıb, əməlli kökəlmişəm, əməlli. Bütün qollarım zadım, istəmirəm belə kökəlmək. Çox acıydım. Mən ac olanda heç nə çəkə bilmirəm. Fikrim qalır yeməkdə. Ümumiyyətlə çəkiliş başladısa mən acıyıram. Qızlar, hello. Mən yedim, doydum. Keçən vlogumda sizlərə göstərmişdim ki, Sarxanla ikimiz də eyni sapaşkini aldıq. Stradivarius'dan. Deməli, qızı o qədər bezdirirdim ki, bütün gün ona sapaşkidən danışırdım. Çünki mən məhz bu diz hissəsi yekə olan sapaşki axtarıram. Və bizdə elə sapaşki yoxdur. Neysə ki, Sarxana bütün günü sapaşkilər göndərirdi mənə. Onun qabağına sapaşki çıxırdı, satırdı mənə. Və o günü də bir də görürəm, mənə göstərir ki, Gülnar tapdım. Çox bəyəndik də. İkimiz də aldıq. Qiymət 180 manat. Çox qəşəng rəngi də var. Boşdayım. Bax, 2 dənə variant şey deyirəm. Mənə çəksən. 2 dənə variantım var. Sənə deməyiblər ki, ya saçları yox, qaldırma. Belə görsət. Sənə deməyiblər ki, qızlar ki, ya yığ bu saçımı. Pis görsənirəm, sevmirəm. Çox mən xoşuma gəlir əslində. Hamı sənin o videondan sonra hamı yazır ki, Gülnar saçını yığ. Mənim xoşuma gəlmir. Qaracıq, bu xanım qızın burasında işləyəcəyik. Amma deməyəcəklər, çünki özünüz baxasınız. Hə? Əvvəl soracağım, bu tərəfi xoşuma gəlmir, nahiyəsi. Bu çıxıntı xoşuma gəlmir. Bunu nəsə eləməliyik. Amma ki, sünni görünüş olmadan, siz bilmədən, amma bir dəyişim olsun belə. Mütləq də. Yəni, mən ümumiyyətlə çənəmi bəyənmirəm, qəti bəyənmirəm. Burada elə bir boşluq var. Ona görə istəyirik ki, buranı biz bir dənə yeniləyək. Çünki yanından belə baxanda bəlkə çatışmır. Burada ay sağ ol, çatışmır. İndi biz birinci nə ilə başlayacağıq? Bura dolğu eləyirik də biraz. Baxıcı ilə eləyirik. Baxaq görə eləyirik. Bəlkə əldəcəyik, bəlkə ayrılacaq. Elə baxıcı, yəni 100% kesin qalır. Bu dodaqlar hələ bu diyen istəyir, mən deyirəm olmaz. Lütfü getsin, permanent. Çox gözəldir. Biraz da, mən biraz istəyirəm dodaq dolğusu eləmək. Amma o permanentdən sonra. Üzüm də bu arada niyə qızarıb? Çünki birinci gəlmişəm lazerə, üzümü lazer elədim ki, sonra dolğudan sonra birdən lazer eləyərək əriyər. Yəni siz də biləsiniz ki, dolğudan sonra lazer eləmək olmaz, əriyir çünki. Dodağımı hələ ki biraz da keçsin, bir müddət sonra yenə də eləyəcəm bu hissələr falan. Qəşəng permanent ustası təklif eləyin. Termometr istəyirəm, elətdirmək, onu da eləyəcəm. Sonra qızlar, mən də bu Bir saat üzümdə söhbət etsin, kimsə qulaq qulaq asacaqlar. Sonra bu hissələrində məndə biraz yeniyetməlikdən qalan sızanaqların, akne, onlara əl vurmaq olmaz. Ona görə mən əl vurmuşam, izləri də qalıb. Biz istəyirik ki, onu yavaş-yavaş peeling yavaş-yavaş eləyək. Soyulma peeling də var. Hə. Hələlik soyulma, çünki cəmaat qabağına çıxır. Bizdə komplekslidir, belə baxmayın. Не думаю, что такое. Я на всякий случай biraz da bura vuraq. Onsuz hələ belə oynamır, hələ işləmirik ki, onsuz da boş abezbol işidir. Все.
Neçə dəqiqə qalmalıdır belə? 10 dəqiqə. Buraları hələ əl vurmuruq. Bu düzəldəndən sonra otursun, sabitləsin. Həmişə çox atmaq olar. Başa düşdün? Ona görə boksdan sabitləyəcəyik. Boksdan sonra yenə bu bizə narahat etsə, onda dolğu eləyəcəyik, yaxşı? Aha, yaxşı. İndi amma əsas bu hissəni. Əsas bunu belə dartırıq. Çünki bunu götürmək üçün. Yaxşı. Dinaran da gətirmişəm özümlə ki, botoks eləmək istəyir. 2 nahiyəsini eləyəcəyik, hə? Elə biraz burun qaldırmaq istəyirik. Aha. Ceyran göz, o toylara gedəndə belə dartırlar. Aha, hə. Ondan eləmək istəyir, amma biz əzələsinə yol vermir, amma prova eləyəcəyik. Bir də alnından ehtiyac var, yoxsa? Dinara xanımda anatomi bax kitabla deyil, dərslər. Onda gördünüz əzələ. Mən də antibiotik içirəm deyə onun botoks yoxdur ya. Yəni özümə yoxsa eləyərəm. Baxın məndə procerusdur, karburatorlar və onun quyruqları belə olmalıdır. Amma xanımda başqa cürdür. Yəni bu anormallıqdır. Yəni normaldan anormallıq pis bir şey deyil. Kitabda normal, belə anormal bir şey. Ona görə buna uyğun hərəkət edirik. O da optla gəlir. Ya. Yəni diplom almaqla deyil. Da, sağ ol. Ondan deyil, ayrıca qalır. Botoks neçə müddət qalır? Orqanizmin o sıvı istifadə edən dərmanlardan. Ümumiyyətlə belə ən çox 1 il. 1 il. Tam 1 il necə xırda-xırda yığılırsa, xırda-xırda açılır. İndi yavaş-yavaş yığılır, yavaş-yavaş açıldığına görə. Bir də ki, o tam saxlamaq da açılır var. 8 ay, 8 aydır tam açılması. Amma tam açılması sonra o gördüyünüz adamın xoşuna gəlir. Ona görə hələ amma 1 ildən 1 il, hələ amma. Amma elə adam var ki, düzgün də qorumur botoksda, antibiotik olmaq. O biraz şey. Nəfəs ala bilmərəm sonra. Qızlar, biz çənəni biraz dolğu elədik. Görün nə qədər fərq var. Yəni bu hissələri yox, bu hissələri sonra eləyəcəyik. Biz bu hissəni biraz uzatdıq. İndi mən sizə videonu yəqin ki paylaşanda başa düşəcəksiniz də. Hətta bir şəkil var, şəkildə daha aydın olunur. Mən getdim uşaqlara baxmağa. Yox. İndi də biz peeling eləyəcəyik. Sara bayaqları mənim bir söz dedi. Dedim onu da sizlərlə bölüşüm. Gəl bura. Deməli çox adam gəlib deyir ki, Saraya, məndə qara nöqtələr var. Çiska eləyir. Hər adama çiska eləmək olmaz. Yəni çiska verən ziyanı botoks vermir o dərəcədə. O dərəcədə hətta. Ona görə hər kəsə eləmək olmaz çiska. Amma çiskanın yerini tutacaq bir gözəl peeling var, hansı ki qara nöqtələri, məsamələri falan yığır X seansdan. Bax buradakı poraları, məsamələri hamısını yığır Və X seansdan. Hətta qabıq atmadan və qara nöqtələri də yığır. Hətta X seansdan. Mənə o maraqlıdır. İndi biz onu eləyəcəyik qızlar. O proseduru eləyəcəyik və bir də mənlər var. Bir də məndə burada bunu sonradan biz baxarıq da. Bu hissələrdə izlər qalıb məndə. Onu yandırmaq lazımdır. Onu baxarıq da sonraya. Yeni ildən sonraya baxarıq. Soyuq plazma, Biz indi onu başlayırıq. Bu arada da qəşəng. Peelinqdən yola verəcək, getəcək. Bəlkə də çox çıxılı bir şey elədi. Ya belə bir şey eləməmiş. Amma adam necə dəyişir? Amma buradan mən deyirəm də bir dənə şəkil gördüm, şoka düşdüm. Sırazı belə də ki, buradan da hiss olunur ki, bura çıxıb.